İlin yekunları tədbirində Cənab Prezident qeyd etdiyi kimi, bu il biz Sərsəng su anbarında yarış keçirməyi planlaşdırırıq. İlin əvvəli nümayəndə heyəti ilə biz buradayıq. Mütəxəssislərlə baxış keçiririk. Mütəxəssislərlə görürük ki, burada yarış da keçirmək olar, təlim məşq də keçirmək olar və buna hər bir şərait var. Start nöqtəsinə baxış keçiriləcək, həm hansı hissədən idmançılar suya düşmə zonası olacaq və həm də biz start-finish məsafəsini də baxmalıyıq, daha GPS-lə bunu ölçməliyik. Ona görə bir neçə dəfə bundan sonra da deməli, baxışlar keçiriləcək və ondan sonra artıq biz burada həm təlim məşq, həm yarışlar planlaşdırdığımız kimi təşkil edəcəyik.